Genetik modifikasiya olunmuş orqanizmli yem məhsullarının qeydiyyatı necə həyata keçirilir? Azərbaycan Respublikasında GMO-ların, yəni genetik modifikasiya olunmuş orqanizmlərin istifadəsinə yalnız heyvan yemlərində icazə verilir. Onlar yem istehsalında məhsuldarlığı artırır, xəstəliklərə davamlı xamal əldə etməyə imkan yaradır və heyvandarlıqda istehsalın davamlılığını təmin edə bilir. Qeydiyyatdan keçməmiş və nəzarətsiz GMO-lu yemlər isə heyvanların orqanizminə mənfi təsir göstərən, maddələr mübadiləsini pozar və uzunmüddətli istifadədə sağlamlıq problemləri yarada bilər. Bu təsirlər dolayı yolla əldə olunan ət, süd və digər məhsulların keyfiyyətinə də təsir edə bilər. Elmi araşdırmalar göstərir ki, düzgün qeydiyyatdan keçmiş və nəzarət olunan GMO-lu yemlər heyvanlar üçün ciddi təhlükə yaratmır. Məhz buna görə də GMO-lu yemlərin qeydiyyatı, laborator yoxlanışı və dövlət nəzarəti həyati əhəmiyyət daşıyır. Azərbaycan Respublikasında yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsulları, yəni pambıq, soya, qarğıdalı, kanola Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınır. Məhsulun qeydiyyatı məqsədi ilə ərizəçi, ərizə və ona əlavə edilən sənədlərlə birlikdə agentliyə müraciət edir. Ərizə və ərizəyə əlavə olunan sənədlər kağız daşıyıcıda və ya elektron sənəd formatında agentliyə təqdim edilməlidir. Sənəd ekspertizasından sonra tədqiqin aparılması üçün məhsulun 3 dəst nümunəsi təqdim edilir. Məhsulun qeydiyyata alınması haqqında qərar qəbul edildiyi halda həmin məhsula qeydiyyat nömrəsi verilməklə Qida Təhlükəsizliyi reyestrinə daxil edilir. Yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsullarının qeydiyyat müddəti 10 ildir. Bildiririk ki, qeydiyyata alınmamış məhsulların istehsalı, emalı və dövriyyəsi qadağandır.